Sizin qrupun sualı belə idi ki, valyuta məzənnəsi təzyiq altındaydı. Milli valyuta sürətlə dəyər itirir. Milli valyuta sürətlə dəyər itirir. Mərkəzi Bank valyuta bazarına müdaxilə etməlidirmi? Faiz dərəcələrinin artırılması problemi həll eləyərmi? Bu vəziyyət ixracatçılar və idxalatçılar üçün nə deməkdir? Buyur. Bu halda Mərkəzi Bank valyuta bazarına müdaxilə etmək, çox faiz dərəcələrini qaldırmalı. Çünki çox faiz dərəcələrini qaldıranda artıq yığım edənlər artıq banka pul qoymağa meyilli olur. Bununla da dövriyyədəki pul azalır, əsasən hamı pulun banka qoyur. Dövriyyədəki pul azalandan sonra isə dövriyyədəki pul azalır, bununla da devalvasiyanın qarşısını alır. Daha sonra da bu vəziyyət ixracatçılar və idxalatçılar üçün nə üçün? Nə deməkdir? İxracatçılar üçün bu müsbət haldır. Çünki ixracatçılar artıq xaricdən gətirdiyi, məsələn, papaq istehsal edirlər. Ölkədə papaq istehsal olunur. Bu əvvəlcə 5 dollara satılırdı. Bu 5 dollara satılır, yenə də 5 dollara satılsa belə, əvvəl məsələn 1.70 ilə nisbətində götürsək dollar 1.70 olarsa, bu 8 manat 50 qəpik. Ancaq devalvasiyadan sonra məsələn 1 dollar 2 manat oldu. Artıq milli valyutanın nisbətdə 10 manat deməkdir. Bu da 1 manat 50 qəpik ixracatçı üçün xeyir. Yəni burada düşünürsən ki, devalvasiyaya baş vurmalıdır. Düzgün başa düşdüm. Yox. Deyil, ancaq bu belə olan halda ixracatçı üçün xeyir. Ancaq idxalatçı üçün mənfi haldır. Çünki əvvəl məsələn bu papağı 5 dollara gətirirsə, 5 dollar devalvasiyadan əvvəl məsələn 1.70 ilə hesablayanda bu papaq maliyyət qiyməti 8 manat 50 qəpik. Ancaq devalvasiyadan sonra 1 dollar 2 manat olarsa bu papaqın ölkədə qiyməti 10 manat olur. Bəs Mərkəzi Bank başqa nə etməlidir? Başqa hansı üsullardan istifadə etməlidir? Mən üsul faiz Onu da eşidim. Faiz dərəcələrindən başlayaraq o əməliyyatından istifadə edərək əlindəki dövlət istiqrazlarında kommersiya banklarına verib daha çox özünə pul cəlb edəcək. Bu səviyyədə də ölkədə olan milli valyutanı özünə cəlb edəcək ki, dövriyyədə olan həcmi azalsın. Tamam, aladır. Sonra? Məsələdir ki, həmin bundan Mərkəzi Bank ünvanı kreditlər verməlidir. Bu ünvanı kreditlər verdikdə də istehsal artır, istehsal artırmaq iqtisadi artma kömür. Olar mən sual verim. Sual ver. Əvvəla heç mi ağlınıza gəlmədimi üzərindən sabitdən daha doğrusu üzərin məzəniyə keçmək, bu bir. Çünki təbii ki də ölkədə xarici valyuta dəyər artırsa, milli valyuta ucuzlaşır. Bu bir. Məsələ budur. İkinci qalan yerdə ixracatı yüksək olan ölkəyə o deməkdir ki, xarici valyuta çox daxil olur. Xarici valyutanın çox daxil olduğu ölkədə milli valyuta dəyərlənsin. İkinci məsələ ondadır ki, Emre Bayaq deyir ki, uçot faiz dərəcələrini qaldırmalıdır. Sənin ölkəndə əgər manat ucuzlaşırsa, sən manatın mı uçot faiz dərəcələrini qaldırmalısan, yoxsa dollarını? Uçot faiz dərəcələri bizdən hər valyutalar üzərində olur. Yəni bu üç suallardan Ayxan, dollar dolların yığımlarını mı artırmalıdır, yoxsa manatın yığımlarını mı artırmalıdır? Sualım mənim. Tamam, müzakirəni sizin ixtiyarınıza buraxıram, mən müdaxilə eləməyəcəm. Valla sən bilmirsən ki, bizim ölkədə istehsal güclüdür, yoxsa zəif. Sən bunu bilə bilmirsən. Bizim ölkədə istehsal zəif olduğuna görə biz üzərin məzəniyə keçə bilmirik. Üzərin məzəniyə o ölkələr keçir ki, onlarda istehsal güclüdür və xarici valyuta ölkə daimi olaraq axın edir. Məsəl üçün Yaponiya kimi ya da Türkiyə kimi. Onlara gəldiyi üçün təbii səviyyəsini pul tapır. Dollar gəlir orada milli valyuta ilə təbii səviyyəsini tapır. Bizdə o vəziyyət yoxdur. Biz Azərbaycan üzərində götürmüşük və yaxınında siz özünüzdə Azərbaycan Mərkəzi Bankından misal verdiyiniz kimi. İkinci sualın nə idi? İkinci sual buna ibarət idi ki, ixracatı yüksək olan ölkədə ixrac edir. Birinci sualın da cavabı, ikinci sualın da cavabı elə birincidə idi ki, bizim ölkədə istehsal səviyyəsi çox yüksək olmadığına görə ixracatçı nə qədər xeyir əldə eləsə də, yəni xarici valyuta gəlsə də, o aradakı fərqi tam edə bilmir. Ona görə də Mərkəzi Bank bizim yoldaşlarla vurğuladığı kimi çox faiz dərəcələrini yüksəldir ki, ölkədə dövriyyədə olan milli valyuta yığılsın, yığımlara geçsin, ya depozit kimi qoysunlar. Həmçinin dövlət istiqrazlarını satır, o zaman da kommersiya bankları onu almağa maraqlı olur. Yəni dediyimiz kimi o yazılı tikə məsələsi, hamı maraqlı olur ki, onu alsın. Həmçinin dövriyyədən yığılan bu pul ünvanlı kreditlər vasitəsilə iqtisadi artımını təmin etmək üçün istehsala yönəldilir. Azərbaycanda bildiyimiz kimi ən yüksək kreditlər istehlak kreditləridir.
Düşünək ki, Nurəli bir sahibkardır, Emil də bir fiziki şəxsi, özü üçün istehlak eləmək üçün bir kredit götürmək istəyir. Biz görürük ki, ölkədə devalvasiya prosesi sürətlənir. Ölkədə milli valyuta, xarici valyuta qarşısında üstündən artıq dəyər itirir. Biz onu cilovlamalıyıq, yığmalıyıq. Ona görə mən hamıdan pulu yığmalıyam. Birinci olaraq Mərkəzi Bankın işi bu olmalıdır. İkinci olaraq da mən Nurəliyə aşağı faizlə kredit verməliyəm ki, Nurəli sahibkarlıqla məşğuldur, istehsala yönləndirəcək pulu. Bu istehsala yönləndirəcək demək deyil. milli valyuta, xarici valyuta qarşısında dəyər itirməsi devalvasiyadır. İnflyasiya deyil, bəs nə Biz söhbət edirsiniz, biz burada devalvasiya. Yaxşı, belə bir sual verim sizə. Mərkəzi Bank milli valyutanın etibarlılığını, cəlbediciliyini artırmaq üçün başqa hansı addım ata bilər ki, insanlar öz milli valyutasına daha çox güvənsin? Neyniyə bilər sizcə? Bir kafa işlədin. Bax, Mərkəzi Bank hansı addımı ata bilər ki, insanların öz valyutasına güvəni artsın? Baxın, faiz dərəcələrinin artırılması avtomatik olaraq nəyi artırar İsmail? Yığımları artırar. Yığımları artıran kimi avtomatik nəyi də artırar? İnvestisiyaları artır. Söhbət elədik deməli, yığım artdı. Mən Mərkəzi Banka şərt qoydum, bunları yığdım. Kommersiya banklarına da göstəriş verirəm. Nurəliyə verirlər aşağı faizlə kreditləri. Nurəli çünki istehlakla məşğul olacaq, investisiyaya yönləndirəcək. Amma Emil isə istehlakına sərf edəcək o pulu. Emilə qoyuram, məsəl üçün krediti götürür, 20% alıram. Emil istehlaka artıq maraqlı olmayacaq, olsa belə o pulu mənə gətirməlidir. Yəni, inanmıyorum ki, olsun. Nurəli amma mən 5% kredit versəm və yaxud da 10% kredit versəm, Nurəli maraqlı olacaq, istehsala yönləndirəcək, işsizlik də azalacaq, iqtisadi artımda təmin olunacaq. Xarici valyuta da bizim ölkəmizə daha çox gələcək, çünki ixracat prosesimiz də artacaq. Bunların nəticəsində də bu problemi həll edəcək. Belə bir sualı da əlavə edeyim, elə bir ki, davam olaraq. Deyir ki, Mərkəzi Bank öz ehtiyatlarını sata bilər, satmalıdır və yaxud da satmalıdır, sual verirəm. Öz ehtiyat. Nə etmək üçün? Xarici valyutanı ölkəyə gətirmək, xarici bazarda. Mərkəzi Bank öz ehtiyatlarını satmalıdır deyəndə nə başa düşürsünüz? Mərkəzi Bankında öz... Siz də deyə bilərsiniz də, siz də bilərsiniz. Kağızlar var, məsəl üçün səhmlər var, istiqrazlar var. Öz ehtiyatlarını satanda nə edir? Alır, yoxsa satır istiqrazlar? Xarici valyuta, yəni öz istiqrazlarını, səhmlərini dollarla əvəz edir. Dollarla əvəz edir, ölkə iqtisadiyyatına daxil edəsə, o zaman devalvasiya prosesi nisbətən zəifləyir. Yəni ölkəyə məqsəd... Mərkəzi Bank öz ehtiyatlarını satışa çıxarsa nə baş verər? Yəni burada nə edir? De görüm. Mərkəzi Bank. Yəni devalvasiya prosesində demək ki, ölkədə xarici valyuta alır. Devalvasiya yox. Hə. Milli valyuta daha çox xarici valyuta alır. Mərkəzi Bank öz ehtiyatlarını satırsa, demək ki, bunun əsas məqsədi xarici valyutanı cəlb etmək. Xarici valyutada cəlb olunanda devalvasiyanın qarşısı qismən alınır. Öz ehtiyatlarını satanda xarici valyuta necə cəlb edir? Başa düşmədim. Xaricə satır deməli. Xaricə satır. Xarici valyutanı satır deməli. Ehtiyatların dollarla satır. Məsələn, mən başqa dövlətlərin istiqrazını ala bilərəm. Bayaq Fidan dedi, amma tərsinə dedi. Mən yox, deyəm. Mərkəzi Bank başqa dövlətlərin istiqrazını alır. Belə deyil. O da onun ehtiyat sayılır, aktiv artısı gəlir, o istiqraz. Çünki nə vaxtsa o pulu geri alacaq. Həmin o istiqrazları satışa çıxarda bilir. Dünya bazarında satışa çıxarda bilir, maliyyə bazarlarında. Həmin maliyyə bazarlarında da o istiqrazlar satışa çıxarıldığı gün hesablanır. Hansı aydadsa ona uyğun da bir dəyər olur. Həmin dəyəri xarici valyuta ilə ölkə iqtisadiyyatına gətirib daxil eləsə, o zaman ölkədə bu milli valyuta dəyəri mane olursunuz. O zaman ölkədə milli valyuta dəyər itirməsi prosesi zəifləyər. Tamam. Və əhalinin dollar olan tələbini necə qarşılayacaqsınız? Ayxan super bir sual deyir. Əhalinin dollara olan tələbini necə qarşılamaq olar? Xalq üçündür də bu dollar, səhv eləmirəm, düz demirəm. Bəli. Mən də pulu yığdım, dediyim kimi investisiyaya yönləndirirəm. Artıq dövlət tək Mərkəzi Bank olaraq fəaliyyət göstərmir, monetar siyasəti yoxdur.
Onun həmçinin fiskal siyasət də var. İnsan Fikirləşək ki, monetar siyasət Bax, Ayxan, bayaqdan gözləyirdim ki, bir nəfər fiskal siyasətlə bunu bir əlaqələndirsin, koordinasiya eləsin ki, bu fiskalla monetar birlikdə bu durumda. Monetar siyasətə yumşaq səhvdirmi? Çünki ona zidd olaraq fiskal, əgər monetar yumşaqsa fiskal səhv olmalıdır da, yəni bundan paraleldə. Yəni ikisi də eyni anda aşağı olsa problem. Yox, Ancaq sən belə bir şey deyim, o hər zaman elə olmur. Deyək ki, ölkədə qızışma gedir, iqtisadi qızışma overheating deyilir. O zaman ölkədə inflyasiya yüksək olur, işsizlik təbii səviyyəsindən aşağı olur. Bu zaman həm fiskal da sərt olmalıdır, monetar da sərt olmalıdır. Dövlət tənzimləyici roldadır. Burada biz nəyə göstərə bilərik? Məsələn üçün fiskal siyasət olaraq dövlət nə edə bilər? Dostumuz belə fikirləşir ki, monetar səhvdirsə fiskal olaraq genişlənməlidir. hədəf eynidirsə, necə biri belə eləyib, biri belə eləyə Amma bilər? burada məsəl üçün belə deyil. Biz özümüz də Gömrük Akademiyasında oxuyuruq, gömrük təhsili də alırıq. Fikirləşək ki, gömrüyün əlində qeyri-tarif və tarif tənzimləmə metodları var. İstəyirik ki, milli valyutamız dəyər itirməsin. O zaman nə edirik? Sərbəst dövrəyə buraxılış üçün gələn mallara qeyri-tarif metodları ilə daha çətinləşdiririk və yaxud da tarif metodları tətbiq edərək onların qiyməti yüksəlir ki, idxaldan asılılıq azalsın. Və o azalan asıllıq da bizim ölkəmizdə nə yaradır? Tələb boşluğu yaradır. Həmin o tələb boşluğunda mən bizim insanlardan aldığım valyutaları investisiya kreditlərinə yönləndirdiyim üçün bizdə yeni sahələr açılır. Hansı ki, dövlət də o sahələri dəstəkləyir, onlardan vergini azala bilər fiskal olaraq, məsəl üçün, və yaxud da digər sahələrdən vergini dediyimiz kimi gömrük rüsumlarını artıra bilər. Fiskal olaraq həm gördük, burada yumşalma var, genişlənmə var, həm də burada nə var? Daralma var. Gömrük tərəfdən daralır, vergi tərəfdən yumşalır. Bunun nəticəsində biz istehsalımızı artırırıq, xaricdən olan tələbimizi də azaldırıq. Belə olan halda da xarici valyutanın Suala yenə cavablamaq. Faktiki olaraq əhalinin dollara tələbi var. Sən deyirsən ki, mən həmin pulu investisiyaya yönəltmişəm. O investisiya 5 il, 10 il, 15 il qarşılığına gəlib çatan sən. Faktiki olaraq bu gün sabah. Yəni qısa müddətli dövr. Qısa müddətli dövrdə əhalinin dollara tələbi var. Necə qarşılayacaqsınız onu? Yəni nə etməlidir? Bax, qısa müddətli dövrdə Ayxan özü bayaqlar dedi, məsələn, manatın, xarici valyutanın hər birinin özünün ayrıca uçot faiz dərəcələri var. Belə olan halda bəyəm dolların uçot faiz dərəcəsi dolların uçot faiz dərəcəsini qaldırırıq. Çünki kim? Mərkəzi Bank qaldırır. O bizim işimiz deyil axı. Axı o federal ehtiyatlar sisteminə aiddir. Olmadı. Olmadı. Borc alsaq olmaz ki, başqa ölkələrdə. Yəni Dolları başqa ölkədən borcu hansı şəkildə ala bilərik? Məsələn, get Dünya Bankına deyirik ki, bizə bank borc ver. yəni istiqrar Başqa hansı cür yadınızdadır dərsimizin birində hansı formada dedik yadınızdadır? Valla tam da yazmadı ama vacib borc almaq başqa. Ayxan sualını cavablandırmışıq. Bildim, bildim. Yox, nə demək, o Mərkəzi Bank ehtiyatlarını satdı da bizi. Mərkəzi Bank ehtiyatlarını satanlar ölkəyə xarici valyutada gətirirlər. Həmin o xarici valyutanı gətirəndə insanların dollar alan tələbatı. Hansı ehtiyatlar? Mərkəzi Bank ehtiyatı ilə xarici valyutalar var. İstiqrazlar var. O tək Dollar Yaxşı, belə bir şey oldu, yadınızdadır. Gəlirəm indi sizin qrupa. Sonumuzu. Dərslərimizin birində də keçmişdik. Türkiyə Birləşmiş Ərəb Əmirliklərindən, daha doğrusu Qatardan deyəsən. Hansı anlaşması idi? Necə bir anlaşmaydı o? Swap anlaşması. Necə elədi? Təqvim maliyyətləri idi, müəllim, forward, futures, swap bir də opsiyon. Ay, sağ ol, təşəkkür Swapla edirəm. deyəsən Türkiyə 1 milyon TL verdi, onun Ərəb Əmirliklərində maliyyə məsələni dəyişdilər. Necə dəyişirdi? Hansı formada dəyişdi, takas elədilər onları? Nə üçün aldı onu? Yadınızdadır? Yaxşı. Yaxşı, bu haqda sonra danışarıq. Bir balaca qırağa çıxdıq. Gəlirik növbəti qrupa.